Salam dəyərli Cəbhə TV izləyiciləri, hər birinizi xoş gördük. Yenə də həftəlik proqnozlarla sizin qarşınızdayıq. 27 oktyabr, 2 noyabr aralığında, yəni bu 2 ayın qovşağında nələr olacaq, o barədə sizlərə məlumat verəcəyik. Ümumi deyim ki, ictimai-siyasi baxımdan çox qalmaqallı ərəfədir, qarşılıqlı ittihamlar, bəzi idarəetmə strukturlarının sarsılması, bünövrəsinin uçması hətta mümkündür. Bu, bütün dünya ölkələrinə aiddir. Yəni, çox lider, yeni liderlərin ortaya çıxması, sensasyon çıxışlar, sirlərin faş olunması istiqamətində bu həftə tarixdə qalacaq. Zəlzələ və daşqın ehtimalları da olur. Adətən bu zaman kəsimində konkret proqnoz kimi demirəm. Adətən bu həftələrdə planetar quruluşu nəzərə alsaq, daha çox təbii fəlakətlər olur, daşqın, zəlzələ, yəni yerlə bağlı. Ona görə də diqqətli olmaq lazım. Düzdür, Azərbaycan o tektonik episentrdə yerləşmir, amma hər halda dünyada bu şeylər ola bilər. Yəni, adətən olub, demirəm, hər zaman bu rakursda, bu kosmik bucaq olan kimi o hadisələr olur, amma hər halda diqqətli olmağa ehtiyac var. Və keçək proqnozlara görə ayrı-ayrı zodiak işarələr üçün mənzərə necədir? Qoç bürcü. Oktyabrın 29-una qədər ciddi işlərinizin həllini təxirə salın. Sövdələşmə və müzakirələr üçünsə ümumiyyətlə uğursuz ərəfədir. Göstərilən müddətdə yalnız ailə məişət məsələləri ilə məşğul olmalısınız. Sonraki günlərdə vəziyyət tədricən xeyrinizə cərəyan edəcək. Maliyyə imkanlarınız bu həftə bir qədər passivləşsə də ayın 31-də xüsusi bir hadisənin iştirakçısı olacaqsınız. Buğa bürcü. Praktiki işlərə aludə olmaqdansa nəzəri fəaliyyətə üstünlük verməyiniz daha səmərəlidir. İdeal planlarınızın gerçəkləşməsində bunun rolu böyükdür. Ulduzların düzümü bu həftə maddi durumunuzun qənaətbəxş olacağını, yeni tanışlar əldə edəcəyinizi də vurğulayır. Ayın 30-da isə səhhətinizi qorumalısınız. Ötən 2 ayda həyata keçirə bilmədiyiniz bir neçə planın reallaşacağı da mümkündür. Əkizlər bürcü. Mövcud durumunuzdan usanmamalı, aktiv sürətdə çıxış yolları aramalısınız. Əgər rahatlığınızın təminatı üçün başqa yolda tapa bilmirsinizsə, ayın 31-nə qədər gözləmə mövqeyində durun. Nəticəsinə əmin olmadığınız işlərə baş qoşmayın. Noyabrın 2-sinin nüfuzlu və imkanlı insanlarla görüşləriniz, yəni ayın 2-sində nüfuzlu və imkanlı insanlarla görüşləriniz sizə böyük səmərə verəcək. Belə görüşlərdən qətiyyən imtina etməyin. Xərçəng bürcü. Böyük sınaqlar qarşısındasınız. Hər şey atacağınız addımlardan birbaşa asılı olacaq. Bu səbəbdən də bütün məsələləri dəfələrlə götür-qoy edib sonra qərar çıxarın. Hər adama da etibar etməyin. Əks təqdirdə aldana bilərsiniz. Bu həftə şəxsi büdcəniz boşalmayacaq. Ulduzlar verdiyiniz vədlərə xilaf çıxmamağı tövsiyə edir. Ayın 28-də uzaq səfərə çıxmaq əlverişlidir. Şir bürcü. 27-29 oktyabr aralığı daxilinizdə ümumi süslük yaratsa da, sonraki günlərdə ovqatınızda nəzərə çarpacaq dönüş yaranacaq. Deməli, narahatlığınız əridiyi üçün müəyyən işlər də görə biləcəksiniz. Mistik duyğulara qapılmaqdansa Tanrıya sığının. Şəxsi taleyinizdə böyük dəyişikliklər yaratmaq daha çox çıxardığınız qərarlardan asılı olacaq. Bir şərtlə ki, ədalətli addımlar atasınız. Qız bürcü. Mübahisəli bir həftə yaşayacağınız gözlənilir. Ələlxüsus da iş yerində belə xoşa gəlməzliklər daha çox qabara bilər. Əsəblərinizi cilovlamağa çalışın, yalnız yaxşı şeylər barədə düşünün. Şəxsən sizə aidiyyəti olmayan məsələlərə müdaxilə etməyin. Pulla bağlı riskli sövdələşmələrdən yayının, biraz qənaətçil olun. Ayın 1-dən tale üzünüzə gülməyə başlayacaq. Tərəzi bürcü. Ümumi süslüyünüz həyatdan zövq almağınıza mane olur. Unutmayın ki, romantik duyğulara qapılmaqla dünyanı düzəltmək mümkünsüzdür. Odur ki, cəmiyyətdə aktiv olmağa səy göstərin. Daxili tərəddüd və nigarançılığınızı duyan göy qübbəsi oktyabrın 28-dən sonra istər qarşılıqlı münasibətlərdə, istərsə də maddi durumunuzda əsaslı dönüş yaratmağa çalışacaq. Əqrəb bürcü. Füsunkar təbiətin bu aralığı sizin üçün bir qayda olaraq qalmaqalsız keçir. Həm də öz bürcünüzdür, hamıdan güclü, şanslı və enerjilisiniz.
Ulduzların düzümü böyük irəliləyişlər astanasında olduğunuzu bəyan edir. Bu həftə qarşıya qoyduğunuz vəzifələrin həllində kənardan dəstək alacağınız gözlənilir. Bəri başdan buna hazırlaşmalısınız. Hətta məqsədləriniz naminə səfərə də çıxmaq olar. Ayın 30-da büdcənizdə artım gözlənilir. Oxatan bürcü. Proqnozunuzu tərtib etmək üçün yararlandığımız bütün astroloji mənbələr oktyabr ayının ən qalmaqallı həftəsini yaşayacağınızı göstərir. Xüsusən də oktyabrın 31-dən etibarən hər bir davranış və ünsiyyətinizdə təmkinli olmalısınız. Yaxşı olar ki, həmin günləri səfərdə və ya istirahətdə keçirəsiniz. Qida və yuxu rejiminizə ciddi diqqət ayırın. Oğlaq bürcü. Bürcünüz üçün kifayət qədər aktiv həftədir. Bir neçə cinahdan perspektivli gedişlər edə bilərsiniz. Belə məqamlarda etibar etdiyiniz dostlarınızın dəstəyi ilə yararlanmaqdan da çəkinməyin. Nəzərə alın ki, şəxsi həyatınızda baş verən əksər səhvlərin səbəbkarı daha çox özünüzsünüz. Bir qədər başqalaşmağa səy göstərin, həyatınızı zənginləşdirin. Su tökən bürcü. Oktyabrın 30-unu nəzərə almasaq, həftənin qalan təqvimlərini normal tərzdə başa vuracaqsınız. Həyatınızda mühüm rolu olmayan, sizə qarşı soyuq münasibət bəsləyən adamları yaxın getməyin. Onların şəxsi işlərinə ümumiyyətlə həm də qərəz nümayiş etdirməyin. Bu aralıqda səfərlərə çıxmaq üçün də geniş imkanlarınız olacaq. Yəni, uzaq səfərdən gedir söhbət. Yola düşmək imkanı olarsa gedin. Balıqlar bürcü. Yeganə çətinliyiniz maliyyə zəminində mümkündür, amma unutmamalısınız ki, indi çoxlar sizdən də pis dolanır. Özünüzü kontrolda saxlayın, həmkarlarınıza qarşı təmkin göstərin. Diqqətinizə çatdıraq ki, 30 oktyabr, 1 noyabr tarixlərində səhhətinizə də fikir verməlisiniz. Baş verən proseslərə obyektiv yanaşın. İndiki zamanda hər hansı çılğınlıq yalnız öz əleyhinizə işləyə bilər. Məndən də bu qədər. Diqqətinizə görə sağ olun. Kanalımıza abunə olmağı unutmayın. Onu da unutmayın ki, Tanrı ulduzlardan daha yüksəkdə durur.